Allah Subhanahu wa Taala buyurur ki, zikrin insanı Şeyx Hafizoğlu buyurur ki, zikr insanı ən uca məqamlara çatdırır. Onda saysız hesabsız faydalar var və bitib tükənməyən fəzilətlər var. Sadəcə Allahı zikr etməkdə qardaşlar. Fikir verin. Allahı zikr etməkdə görün nələr var. Və Allah Subhanahu wa Taala Əhzab surəsinin 41-ci 42-ci ayələrində buyurur ki, ey iman gətirənlər, Udkurullah zikran kəfira. Ey möminlər, ey iman gətirənlər, Allahı çoxlu zikr edin. Və səbbihuhu bukratan və asilə. Gecə də, gündüz də, yorulmadan neyin? Allah Taala'nın şəninə təriflər deyin. Yəqulu Rasul sallallahu aleyhi və səlləm, məsəlul ləzi yezkuru rabbəhu vəlləzi la yezkuru rabbəh, məsəlul hayyi vəl meyyit. Allah Resulü sallallahu aleyhi və səlləm Buxari və Müslimin rəvayət etdiyi hədisdə buyurur ki, baxın, zikr edənlə etməyəni kimə bənzədir? Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, Rəbbini zikr edənlə zikr etməyənin misalı ölü və dirinin misalıdır. Ölü və dirinin misalıdır. Fəl-insanu-ləzi yezkurullahi təbarəkə teala və yudavimu alə zikrillahi təbarəkə teala hayyun bima'nəl həyətil həqiqiyyə və əməl-ləzi la yezkurullah təbarəkə teala zikran kəthira və la yuqbilu alə zikrillahi rabbil aləmin fəhuvə meyyit. Buyurur ki, Allahı zikr edən və bu zikirdə davamlı olan insan diri insandır. Və bu dirilik həqiqi həyat mənasında dirilikdir qardaşlar. Yəni burada insan ölübdür, meyitdir, həqiqi ölülükdən, yəni insanın nəfəsinin, ruhunun çıxmasından söhbət getmir. Və insanın ən pisi budur ki, sən sağ ikən sənin qəlbinin ölməsidir. Fikir ver. Rasulullah sallallahu aleyhi ve sellem o insanları sağ ikən ölülərə bənzədir ki, onlar Allahı zikr etmirlər, yox ha. Onlar Allahı çox zikr etmirlər. Subhanallah. Deyir ki, Allahı çox zikr etməyən və aləmlərin Rəbbini yad etməyə yönəlməyən kəs ölüdür. Hətta yaşasa, sağ olsa belə. Niyə görə? Çünki o insanın qəlbi boşdur Allahdan. Və o insan qəlbi ölü qəlbdir.